Qrup əhlini salamlayıram. Biz artıq isti soyuq su terapiyasında temperaturu dəyişirik. Siz 35-39 ilə gedirdiniz, artıq 30-40 olacaq. Artıq bir iki dənə bax belə boçka götürürsüz, 50 litrlik, bax görürsüz 50 litrlik boçkadır. Bunu eləmişəm 40 dərəcə, temperaturda ölçən də buradadır. İndi yoxlayacağam. Bunu da eləyəcəm 30 dərəcə. Bu 40, bu da 30. Artıq ikinci temperaturumuz budur. Bütün kapillər açılmalıdır ki, kapillər qan damar sistemi, toxumalar hamısı mükəmməl qidalansın. İndi bir dənə bunu da yoxlayım sizin üçün. Baxın 40 dərəcədir. İndi bir aşağı, bir yuxarı ola bilər. Amma 40-dır. Görürsüz? 40. İndi o birisini də düzəldim, göstərirəm sizə. Baxın, bax bu da oldu 30. 30, 40. Yəni 31 də ola bilər. İndi bir dərəcə yuxarı aşağı ola bilər, amma 30-dur. 30, o birisi də oldu 40. Demək, baxın, bax 2 dənə boçka artıq ikisi də dolub. Biri 30-dur, bu 30-dur, bu da 40-dır. Tutaq ki, 30 ilə başlamışıq. Boğazdan aşağı bütün bədəni isladırıq. 1 dəqiqə, 2 dəqiqə keçirik 40-a. 30, 40. Hərəsindən 5-6 dəfə eləyirik. Birinci hansı ilə başlamışdıqsa, məsələn üçün, deyək 30 ilə. 30 ilə sonra da qurtarırıq. Və yaxud 40 ilə başlamışıqsa, indi biraz da bunun üstünü dolduracam, azdır bu. 40 ilə başlamışıqsa, sonunda da 40 ilə bitirməliyik. Baxın, mən elə də güclü imkanım yoxdur. İndi mən sizə olan vəziyyətimi göstərəcəm də, mən harada edim. Bu dəqiqə bura soyuqdur, təbii ki. Bax, belədir mənim vəziyyətim. Bax, belə bir peç qoymuşam. İndi mən bunu yandıracam. O belə yandırıram buradan. İstilik verir də. Yəni, imkanım yoxdur deyə mən yaşamaq üçün, belə deyim, həyatda qalmaq üçün mən Nişinin sistemlərinə, yəni qaydalarına mütləq riayət eləməliyəm. Yürüyüşdür, özünüz görürsünüz, eləyirəm, qidalanmadır. Yəni, bacardığım qədər mən çalışıram, əməl eləyirəm də. İsti soyuq su terapiyasıdır, mütləq olunmalıdır. Yəni, mənim balaca körpəm var, 4 yaşında, 5-ə keçib. Mən yaşamaq istəyirəm. Bax, bu çətin vəziyyətdə göstərirəm də sizə. Mən bunu eləyirəm. Mən bilirəm ki, sizin çoxunuzun vəziyyəti məndən yaxşıdır. Yəni, sizin nə qədər olmaya, hamamınız bundan yaxşı olar, çoxunuzda. Onun üçün də eləyin. Bu boçka, məsələn üçün, biri 5 manatdır, 10 manat eləyir. Bu da ki, Vasmoyun bazarında doludur, 5 manatdır. 15 manat buna pul xərcləyirsiniz. Yəni, sağlam olmaq istəyirsinizsə, sağalmayan xəstəliklərdən özünüzü sağaltmaq istəyirsinizsə, bunu eləməlisiniz. Mən hər zaman deyirəm, sağalmayan xəstəlik yoxdur. Sonradan qazandığınız bütün xəstəliklər sağalır. Sağalmaq istəyən insanlar hər zaman yollar axtarır və sağalır. Mənim kimi ağciyər xərçəngi yedim də mən, gözünüzün qabağında. Bu sağaldı. Yəni, başqa xəstəliklər dərhal sağalır. İnşallah, düzdür, burada inşallah demək olmazdı, amma dedim, eləyin. Sağlam olmaq üçün eləyin. İndi 15 gündən, 20 gündən sonra temperatur yenə dəyişəcəm. Yavaş-yavaş temperatur düşə-düşə gedəcək. Bax belə.